Bugün elə bir balaca Akşin fərqli prizmadan yanaşır. Həm yazılarına, həm də oxucularına. Gənclik ağıldan çox emosiyalarına, intuisiyalarına belə deyək, istinad eləməlidir. Azərbaycanda fəlsəfi qıtlıq var, filosof qıtlığı var. Biz indi görürük son vaxtlar, məsələn, kimlərsə çıxır, filosof filan kəs. Amma dinləyirsən, görürsən ki, burada fəlsəfi bir şey deyil. O adamlar 14-cü əsrdə, 15-ci əsrdə doğulsaydılar, həqiqətən də onları filosof adlandırmaq olar. Allah mən qəbul eləsəm də, qəbul eləməsəm də Var ya yoxdur. Bu mədəniyyətin kökündə dayanan bir anlayışdır. Öz düşüncələrini, öz beyninin belə deyək, məhsulunu insanlara sırmaq və insanların bütün inancını alt-üst eləməyə çalışırlar. Adətən mən yazıram, pozuram, oxucularımızın böyük əksəriyyəti elə bilir ki, mən bu sözləri özümdən uydururam. İnsan oxuyub da, biliyi var, savadı var, amma hələ də o mistik dönəmdən hələ də qurtula bilmir. Onlar oxuyublar, amma bəsirət gözləri açılmır. Yəni onların şuuru inkişaf eləmir. Bunlar sadəcə mexaniki olaraq oxuyurlar. Diplom almaq üçün oxuyurlar. Siyasi proseslərin pərdə arxası, cəmiyyəti narahat edən məsələlər, vətəndaş şikayətləri. Bütün bunlar Rövşanə ilə gündəmdə. Salam, xoş gördük Barometr TV-də Rövşanə Ağasəyev qızı. Qonağım yazar Akşin Yenisey. Akşin, xoş gəlmisiniz. Xoş gördük. Necəsiniz? Yaxşı, ölkəmiz. Çoxdan sizinlə görüşmürəm. Axırıncı dəfə Aynı Stili kanalında görüşdüyümüzdür. Sonra isə başladım sizi statuslardan izləməyə, yazılarınızı, şeirlərinizi, amma son vaxtlar şeirləri görmürəm, yəni yazmırsınız. Çoxdan tanıyıram sizi. Bəlkə bir 20-25 il olar. Olar. Biz tələbə idik tanış olanda. O dövrün Akşini və bu dövrün Akşini çoxmu şey dəyişdi və keçmiş Akşinlə bugünkü Akşin arasında uçurum var, yoxsa rahat bir yol var? Baxış bucağından yanaşsaq, bugünkü Akşin necədir? Çox şey dəyişdi və bu mənim üçün belə deyək də yaxşı əlamətdir. Yəni mən dəyişməsəydi mən onu pis bir əlamət kimi sayardım və o uçurumu da mən özüm dərinləşdirməyin tərəfdarıyam. Çünki insanın yaşlaşdıqca, dünya görüşü artdıqca, təcrübəsi artdıqca onun həyata baxışı, prosesə baxışı, dünyada baş verənlərə baxışı mütləq dəyişməlidir. Yəni mən sabit həqiqət tərəfdarı deyiləm. Yəni həqiqət dəyişkən anlayışdır, gerçəklik dəyişkən anlayışdır. Dəyişməsə məhv olar, inkişaf olmaz, həyat olmaz. Ona görə də həyatın qanunudur bu dəyişkənlik. Yəni bu Akşina xas olan bir xüsusiyyət deyil. Bu bütün insanlığa, bütün canlılara xas olan xüsusiyyətdir. Bunun da adı təkamüldir. Yəni elmi adı da təkamüldir. Cavan Akşin biraz üsyankar idi, etirazçı idi. Daha cəsarətli idi məncə, çünki mən sənin oxucun olmuşam. Bugün elə bir balaca Akşin fərqli prizmadan yanaşır. Həm yazılarına, həm də oxucularına. O da yenə də bildiyimiz... Bu yaşa bağlıdırmı? Əlbəttə yaşa bağlıdır və həyat təcrübəsinə bağlıdır. Və gənclik ümumiyyətlə üsyankar olmalıdır. Gənclik ağıldan çox emosiyalarına, intuisiyalarına belə deyək, istinad eləməlidir. Onu yaşamalıdır. Məsələn, tutaq ki, bugün vaxtında gənc olmayanların gənclik sevdasına düşdüyünün də şahidi oluram mən. Məsələn, cəmiyyətdəki mənim yadımdadır ki, o adamlar biz gənclik yaşayanda, biz üsyankarlıq eləyəndə o adamlar karyer arxasıca qaçırdılar. Qocalmışdılar. Özlərini qocaltmışdılar ki, cəmiyyətin bunlara bir hörməti olsun. Cəmiyyət bunlara bir sərmayə yatırsın. İctimai baxımdan, nə bilim, digər baxımlardan da. Və o adamlar indi gənclik eşqinə düşüblər və kənardan bu çox bayağı görsənir. Ona görə mənim düşüncəmə görə insan ona verilmiş həyatın şərtlərin öz yaşına uyğun yaşamalıdır. Yəni mənim indi üsyankar olmağım çox bayağı təsir bağışlayır mənim özümə. Mən indi daha çox müdrik, daha çox ağılla, daha çox rasional dünya görüşü ilə yanaşmalıyam məsələlərə. Oxucularım da bura aiddir, dostlarım da bura aiddir. Öz oxuduğum kitablar da bura aiddir. Yəni yaşımın və həyat təcrübəmin verdiyi bir belə deyək, yəni üsyankar gənc şair Akşin Yenisey, müdrik filosof Akşin Yenisey'e çevrildi.
filosof deməyək. Dostların da söyləyirlər. Çünki bu Azərbaycanda o boşluğu doldurmaqdan ötürü bilirsiniz də filosoflardan qıtlığımız var. O boşluğu doldurmaqdan ötürü kimin ağzından bir dənə biraz düşündürücü bir söz çıxır, cəmiyyət dərhal o adamı o boşluğa dürtür ki, bizim bu boşluğumuz hiss olunmasın. Ona görə mən cəmiyyətin başının altına yastıq qoymaq istəmirəm. Azərbaycanda fəlsəfi qıtlıq var, filosof qıtlığı var. Bu böyük bir problemdir, böyük bir bəladır və istəmirəm ki, cəmiyyət məni filosof adı ilə o boşluğa dürtüb təsəlli tapsın. Mən yazıçıyam, mən şairəm. Niyə boşluq var bu fəlsəfi bayaq dediyin məsələdə? Yəni bax biz indi görürük son vaxtlar məsələn kimlərsə çıxır filosof filan kəs. Amma dinləyirsən görürsən ki, burada fəlsəfi bir şey deyil də. Bu elementar belə xətrə də dəyməsə ədəb-ərkan qaydalarıdır. Ədəb-ərkan qaydaları ilə çıxış eləyir, amma təqdimat gedir filosof məsələn filan kəslər. İndi bir neçə nəfərlər var ki, bu həmin boşluqdan yaranmış belə deyim də o problemə belə işıq salmaq məsələsidir ki, artıq filosofumuz var, yoxsa elə? Bilirsiniz, orada bir tarixə nəzər salmaq lazımdır. Əslində bizim Şərqin çox nəhəng fəlsəfi məktəbləri olub, orta əsrlərdə. Hansı ki, o dövrün fəlsəfəsi iman fəlsəfəsi idi, din fəlsəfəsi deyirdilər ora. O dövrdə bizim fəlsəfəmiz, yəni Şərq fəlsəfəsi, Azərbaycan da ora aiddir, axsamayıb. Hətta mən sizə deyim ki, öz dövrünə görə Qərbdən də bir neçə boy yüksəkdə dayanıb. Amma ki, bu pozitivizm dövrü gəldi, rasionallıq dövrü, ağıl dövrü gəldi, biz o mərhələyə qədəm qoya bilmədik. Niyə görə? Çünki bizim Şərq filosofları o iman fəlsəfəsindən, din fəlsəfəsindən şübhə, sual fəlsəfəsinə keçmək istəmədilər, keçə bilmədilər. Orada bir komfort zona həm cəmiyyət üçün, həm özləri üçün yaratdılar və bununla da kifayətləndilər. Ona görə də biz əslində bugünkü bizim özünə filosof deyən, o dediyimiz, sizin də dediyiniz kimi ədəb-ərkan qaydaların fəlsəfə adı ilə cəmiyyətin müəyyən o geridə qalmış hissəsinə belə deyək də, fəlsəfə adı ilə təqdim edən insanlar əslində gec doğulmuş filosoflardır. Onların dövrü 14-cü əsr idi, 16-cı əsr idi, 15-ci əsr idi. Amma təəssüf ki, onlar 20-ci, 21-ci əsrdə doğuldular. Onlar məsələn 16-cı əsrdə doğulsaydılar, doğrudan da filosof olacaqlar. Çünki o Şərq fəlsəfəsinin əsas prinsipi didaktikadır. Yəni nəsihət vermək, yol göstərmək, öyrətmək. Amma tutaq ki, orta əsrlərdən ki, sonra Avropada, xüsusilə məsələn fransızlar Auguste Comte da deyirlər. Auguste Comte bu pozitivist fəlsəfəni ki, prinsiplərini elan elədi. Artıq Avropada iman fəlsəfəsi, din fəlsəfəsi o orada da var idi. O xristianlıqda da var, Qərb ölkə Avropada da var bu fəlsəfə. Uzun illər, bir 900 il, 800 il Avropa fəlsəfəsi din fəlsəfəsi olub. Ta bu dediyim kimi Auguste Comte'dan sonraki o pozitiv fəlsəfəyə qədər. Bunlar artıq Avropada ağıl, təcrübə, ağıl, ölçülə bilən düşüncələrin, fikirlərin fəlsəfəsi ilə məşğul oldular. Amma bizim fəlsəfəmiz, yəni indiki adına fəlsəfə dediyimiz şey çox qədim bir anlayışdır. Qədim anlayışlarla məşğuldur. Yəni həqiqət axtarışı, nə bilim, bəlağətli sözlər, didaktik bir yol ki, mütləq bu öz auditoriyasına yol göstərməlidir. Auditoriyada bunun dediyi kimi yaşamalıdır. Yəni bu belə deyək də, vaxtı keçmiş fəlsəfədir. Əslində yenə dediyim kimi o adamlar 14-cü əsrdə, 15-ci əsrdə doğulsaydılar, həqiqətən də onları filosof adlandırmaq olar. Actually, yumorla bağlı sənin bir neçə fikrini izlədim müsahibələrində və belə bir fikrim var ki, yəni biz səni ateist kimi belə deyək də tanıyırıq, dinə qarşı çıxırsan, fikirlərində ona din məsələsinə dönəcəm, amma orada bir şey diqqətimi cəlb elədi ki, hətta Allah da gülmür. Belə bir söz işlətmirsən. Amma sən bu tərəfdən ateist olaraq çıxış eləyirsən də bütün yazılarında, statuslarında. Amma yumor insanın intellektinə bağlıdır. Yumor, yəni nə qədər oxuduqca sənin yumorun o qədər də yəni mükəmməlləşir.
yumor səviyyən, yəni intellektə bağlı bir şeydir. Hətta Allah da gülmür məsələsində. Allah sözünü işlətməyin burada sənin o ziddiyyətli bəzi hətta statuslarında ziddiyyətli fikirlərin yaranmasına gətirib çıxartmır ki, məsələn məni çaşdırır ki, adam Allahın adını çəkir, Allah gülmür. Deməli Allah var və gülmür. Hətta Allahın adından danışır. Nə bilirik Allah gülür, gülmür. Biz onu görmürük, bilmirik. Amma buradan deyir ki, dinlə bağlı, yəni əks, tamamilə əks fikirlər yaradır. Bu ziddiyyətli fikirlər biraz çaşdırıcı görünmür sənin üçün? Ya orada indi bir məsələ var ki, məsələn mənim ədəbiyyatımda, şeirimdə Allah anlayışı gembol istifadə olunur. Yəni bu şeir çünki mən oxucum üçün həm də oxucunu düşünərək bu ədəbiyyatı yaradıram. Məsələn tutaq ki, mənim indi yazdığım 800 səhifəlik bir roman var, bu yaxınlarda çap olacaq. Mən orada 10-cu əsr İslam dünyasında, Abbasilər dövlətində din, Allah, Mənsur Həllat, Sufilər, bunların Allaha yanaşmağı, şeytana yanaşmağı, geniş bir yer ayırmışam orada. Və həmən hissəni oxuyan oxucu ona elə gələcək ki, mən indiyə qədər dediklərimin hamısını təkzib eləyirəm. Çünki mən orada orta əsrlər, tutaq ki, Mənsur Həllacdan yazmışamsa və yaxud İbn Atadan yazmışamsa, İbn Məkkidən yazmışamsa, o anlayışların içərisində mən Allaha ateist mövqedən yanaşa bilmərəm. Çünki bu mövzu onların mövzusudur, o dövrün mövzusudur. Mən orada tamamilə gözə görünməz bir mövqedən yanaşmalıyam. Mən icazə verməliyəm ki, orada mənim qəhrəmanlarım Allah haqqında hansı yüksək fikirdədirlərsə, o fikirləri desinlər. Amma sizin dediyiniz məsələyə gəlincə, yəni oxucu çaşmırmı, çaşbaş qalmırmı? Diqqətli oxucu, biraz intellektual oxucu, o yumor məsələsinə gəlir. Əslində yumor insanın kəşfidir. Yəni təbiətdə yumor yoxdur. İnsanın intellektual zəhmətinin bəhrəsidir yumor. Tanrı gülmür. Düzdür, bu yəhudilərin düşüncəsinə biraz yaddır. Səhv eləmirəmsə, Milan Kundera hansısa romanının, yoxsa roman sənəti kitabının arxasında deyir ki, siz nə edirsiniz eləyin, yəhudilərdən istat gətirir. Tanrı bütün hallarda sizə baxıb güləcək. Yəni mənim dediyim yumorla Tanrının bizə baxıb gülməyi arasında, yəni yəhudilərin düşüncəsi arasında fərq var. Tanrı ona görə bizə baxıb nə eləsə eləsə gülür ki, yəhudilərin düşüncəsinə görə. Çünki bütün iradə onun əlindədir. O nə istəsə o olacaq. Bizim buradakı çabalarımızın heç bir əhəmiyyəti yoxdur. Yəhudilər buna işarə edirlər. Amma mənim dediyim Tanrı gülmür işarəsi, siz bütün o dini kitabları oxuyanda siz orada yumora rast gəlmirsiniz. Hətta orta əsrlərdə, o karnavallar dövründə kilsə yumoru aşağılayırdı. Yəni gülməyi aşağılayırdı. Deyirdi ki, biz kralları, peyğəmbərləri, ondan sonrasında cəngavərləri, yəni bu cür yüksək belə mövqeyə sahib olan adamları yumorla, gülüşlə belə deyək də təqdim eləyə bilmərik. Yəni onların təqdimatına gülüş, yumor qata bilmərik. Bu şeytani bir şeydir. Yəni xristianlıqda, orta əsrlərdə gülüş iblisin belə deyək simvolu idi. Yumor, mizah iblisin simvolu. İblisə məxsus idi. Mən oradan çıxış eləyərək, elə bizim özümüzdə də, məsələn, tutaq ki, Quranın özündə də insanları güldürən, insanları əyləndirən artistlərdir, aktyorlardır, bu zümrənin sənət adamlarıdır. Onlar mürtəd adlandırılır. Bəli. Yəni İslam onlara mürtəd deyir. Və yaxud şairlər Şuara surəsində o Platondan gələn, Platon da bilirsiniz, öz dövlətindən şairləri qovmuşdu. Bəli. O utopik dövlət. Bəli, bəli. Eyni şey Platonizm Quranın Şuara surəsində də var. Orada da Şuara surəsində də şairlər azğın, başı pozuq insanlar kimi təqdim olunur və cəmiyyətə xitabən deyilir ki, bunların arxasından getməyin. Bunlar dərələrdə başı pozuq həyat yaşayan səfih adamlardır. Yəni bizim İslam dinində də yumora qarşı, mizaha qarşı bir məsafə var. Hətta bir aşağılanma var ki, bu iblisə aid bir şeydir. Yəni məsələn, hətta mifologiyaya müraciət edəndə də iblis necə təsvir olunur? Həmişə qəhqəhə çəkən bir obraz var da iblisin. Amma Tanrı heç bir kitabında gülmür. Heç bir kitabında mizaha, yumora, ondan sonrasında insanın əhvalın belə deyək də, o yumorun çatdıra biləcəyi bir məqama çatdıracaq bir cümlədən, bir ayədən istifadə eləmir. Yəni dində gülüş yoxdur, qadağandır.
dində gülüş şeytana məxsusdur. Mən buna görə demişdim onu. Və mənim o şey Allah məsələm, Allah mən qəbul eləsəm də, qəbul eləməsəm də var ya yoxdur? Bu mədəniyyətin kökündə dayanan bir anlayışdır. Hətta Karen Armstrongun Tanrının tarixi deyə bir kitabı var. O kitabın ilk cümləsi belədir. Mədəniyyət Allah kəlməsindən törədi. İlk cümləsidir, yoxsa ikinci cümləsidir? Yəni bizim üzərində dayandığımız sivilizasiya Allah kəlməsinin variasiyalarıdır, formalarıdır, məzmunlarıdır. Bizim sivilizasiya o kəlmədən türüyür. Tutaq ki, bizdən əvvəlki belə deyək də, o çox tanrılıq dövründə orada başqa anlayışlar var idi, başqa tanrılar var idi. Bütpərəstlik də başqa idi. Yəni bizim indi bu İslam, Xristiyan, yəni Yəhudiçiliyin şinelindən çıxmış, Musəviliyin şinelindən çıxmış bir sivilizasiya ki var. Bu sivilizasiyanın kökündə duran Allah anlayışıdır. Mən bunu qəbul eləsəm də bu belədir, qəbul eləməsəm də belədir. Sadəcə mənim özümün öz düşüncənə bu görə anlayışlara, istər tanrı anlayışı olsun, istər din anlayışı olsun, istər tutaq ki, mədəniyyət anlayışı olsun, bunlara mənim mütaliəmdən və şəxsi təcrübəmdən əldə elədiyim öz yanaşmalarım var. Və mən bu yanaşmanı yazıram. Bu yanaşmalar o demək deyil ki, mən sizin fikrinizi, Allah haqqında düşüncənizi dəyişmək istəyirəm. Yox, məsələn, siz necə ki, öz tutaq ki, imanınıza hörmət eləyən hərəkətlər eləyirsiniz, öz imanınızın belə deyək, görüntülü formada şəkillərini yayırsınız. Nə bilim, bir məsciddən, bir ibadət anından da. Mənim də belə deyək də, haqqım çatır ki, öz düşüncələrimi, bu hamımız insanıq da, hamımız bu həyatda yaşayırıq və hərəmizin bir məsələ haqqında özünün düşüncəsi var. Yəni mənim o düşüncəm o demək deyil ki, tutaq ki, Allah anlayışı tamamilə inkar eləyirəm mən, Allah anlayışı ümumiyyətlə qadağan olunmalıdır, bu belə bir şey yoxdur. Çünki nəhəng bir sivilizasiya 3000 ildən artıqdır ki, bu kəlmənin üzərində dayanır. Yəni nə varlığını tam sübut eləyə bilirsiniz, nə yoxluğunu. Bu agnostik bir düşüncədir də. Amma mən agnostik deyiləm. Yəni mən düşünürəm ki, Allah anlayışı tamamilə insanın zəkasının məhsuludur. Yəni insan yaradıb. Bəli, insan yaradıb. Çünki insanın Hugo demiş, Allah olmasaydı da insanlar onu uyduracaqdı zaten. Mən məsələn necə deyim sizə? Bu İnsan və Tanrı anlayışlarının özüm üçün biraz da fəlsəfi filosofları mütaliə edəndən sonra üz-üzə qoyanda məndə belə fikir yarandı ki, ümumiyyətlə insan ölçə bildiyi şeylərə, varlığın növlərinə ad qoya bilir. Ölçə bilmədiyimizə ad qoya bilmirik. Məsələn, biz sonsuzluq deyirik. Sonsuzluq bizim ölçə bilmədiyimiz zamandır. Yəni biz o zamanı ölçə bilmirik deyə biz ona sonsuzluq adı qoymuşuq. Yəni beynimizin imkanları, əlimizdə olan texnoloji imkanlar o kosmik nəhəngliyi ölçə bilmədiyinə görə biz ona sonsuzluq adı qoymuşuq. Ölçə bildiyimizi isə gün demişik, saniyə demişik, saat demişik, həftə demişik, il demişik, ay demişik. Niyə? Çünki bunu ölçə bilirik. Məsələn, mən o düşüncə ilə razı deyiləm ki, tutaq ki, o Qəzzalinin və yaxud bir çox xristian din filosoflarının da bu fikirdədirlər ki, Allah ağlın kənarındadır. Yəni Allahı ağılla dərk eləmək mümkün deyil. Allahı yalnız intuisiya ilə, hissiyatla duya bilərsən və o duyduğuna inanmalısan, duyduğuna sitayiş eləməlisən. Yəni inancın dəlili, sübutu yoxdur. Bəli, mən amma düşünürəm ki, ümumiyyətlə hiss olunan Allah dərk olunan Allahdır. Yəni insan onu da ölçə bildiyinə görə onu adlandıra bilir və insan Allahdan öz həyatında praktik olaraq istifadə edir. Gündəlik həyatında, axirət həyatında. Yəni Allah insan üçün istismar alətidir. İstismar eləyə bilmədiyi, məsələn mən ateisti olduğum Allah bu Allahdır. İnsan zəkası tərəfindən yaradılmış, insana psixoloji güc verən, insana təskinlik gətirən, təyyarədə qorxanda heç yerdən yapışa bilməyəndə yapışa bilən bir varlıq, bir psixoloji varlıq yaradıb ki, buna da insanın ehtiyacı var. Yəni Tanrını insan
ölkələri fəth etmək üçün yaratmayıb. Özü üçün yaradır. Əlbəttə, tamamilə bu fetişizmlə, totemizmlə üzü bu yana, siz o Tanrı anlayışının hardan gəldiyinə baxsaz, o tarixə baxsaz, siz görəcəksiniz ki, Tanrı anlayışı hardan başlayır. Məsələn, totemizm dövründə xalqlar, tayfalar, qəbilələr, onların hərəsinin bir totemi var idi. Tutaq ki, biri dovşana inanırdı, biri nə bilim keçiyə inanırdı, biri qoyuna inanırdı, falan inanırdı, biri öküzə inanırdı. Və bu bəzi qəbilələrdə bunlar totemi, Qurban bayramlarında totemi kəsib ətin yeyirdilər qəbilələr. Niyə görə? O ilkin ibtidai qəbilələr. Niyə? Bunlar düşünürdülər ki, totemdə bir mistik güc var, metafizik güc var. Biz o totemi bişirib yesək, o metafizik güc, ilahi güc bizə keçəcək. Yəni bunu İndi də var da, Hindistanda inəyə deyəsən hələ də inanırlar, şey edirlər. Onlar onu kəsib yemirlər, yemir. Amma totemizm dövründə, o ibtidai qəbilələr dövründə insanlar inandığı tanrıların ətin yeyirdi. Bu mənim uydurmam deyil. Bu din tarixçilərinin, mədəniyyət araşdırmaçılarının kitablarındadır. Yəni gedin Will Durantın Mədəniyyətin Təməlləri kitabını açın. Heç olmasa onun şey hissəsi var, ön söz hissəsi var. Həmən ön söz hissəsini oxuyun. Görəcəksiniz bu söhbətlərin hamısı arxeoloji qazıntılarla, nə bilim, qayaüstü rəsmlərlə falanla hamısı izah olunur. Demək ki, insan inançsız yaşaya bilmir də. Nəyəsə inanmalıdır. Bax da o dediyin həmin totemizm, bütpərəstlik, atəşpərəstlik, təkallahlıq, nəyəsə bir inam olmalıdır. İnamsız insan olmasa da belə nəyisə yaradacaq. Nəyisə yaradacaq. İnanc özü sübut dəlil istəmədiyinə görə insan üçün daha rahatdır. Amma gəlib ağla dirənəndə, ağıl artıq burada bilik istəyir, savad istəyir, təfəkkür istəyir və orada artıq insan axsayır. Axsadığına görə ona sərf eləmir bəlkə də artıq ağılla, yəni inam mümkün deyil də. Sən rahat inanırsan və bu sənin daxilinə bir rahatlıq gətirir. Bunu insanların tamamilə içindən qoparmaq. Məsələn, nəyə gətirib çıxarmaq istəyirəm? Bu günləri din adına çıxış edən kəslər var. Adını çəkməyəcək var insanlar ki, öz düşüncələrini, öz beyninin belə deyək, məhsulunu insanlara sırmaq və insanların bütün inancını alt-üst eləməyə çalışırlar. Nə qədər, bax buna bir münasibət öyrənmək istəmirsən, nə qədər doğrudur? Və yaxud da sənin bir fikrinə yenə gətirib çıxarmaq istəyirəm ki, ta o peyğəmbərlərin dövründən ki, din, bugünkü dinlər yaranana qədər o dinlərdən əvvəlki dinləri tamamilə, yəni hörmətsiz yanaşıb alt-üst eləyiblər. Yəni sənin fikrindən istat gətirib alt-üst eləyir. Bu mənim fikrim deyil. Bu tarixdə baş verən bir şeydir və ta ki o öz inanclarını gətirib yəni insanlara tətbiq eləyənə qədər əvvəlki o inancları tamamilə alt-üst eləyiblər də. Bugün də biz görürük ki, insanlara yəni nəyisə bir fikri sırmağa çalışan insanlar var ki, sən düz etmirsən, sənin inancın yanlışdır, səhv eləyirsən. Münasibətini öyrənmək istəyirəm sənin. O bilirsiniz necədir? O cəmiyyətin elit kəsimləri, onlar artıq görəndə ki, tutaq ki, 1000 illik bir inanc sistemi, 1400 illik və yaxud 3000 illik bir inanc sistemi öz funksionallığını itirib, cəmiyyəti bu düşüncələrlə, bu mistik belə deyək də, söyləntilərlə idarə eləmək çətinləşib və mümkün də deyil. Onda o elit kəsimlər o inancla vidalaşmağa başlayırlar. Bu proses biraz uzun çəkir. Məsələn, tutaq ki, dinlər tarixindən mən din və Tanrı haqqında danışanda bunu istəyirəm ki, mistik, metafizik tərkibindən arındırıb, bunun tarixi nöqteyi nəzərdən, elmi nöqteyi nəzərdən izah eləməyə çalışıram. Məsələn, İbrahim Peyğəmbərin Yahove ilə görüşü, tək Tanrı ilə görüşü. Əvvəla tək tanrıçılıq, yəqin ki, bilirsiniz. Bu Misirdən gəlmə. İlk dəfə Misirdə Aton dini deyilən bir din olub, onun orada olub tək tanrıçılıq. Hətta onların bu günə qədər daş kitabələri, bir lövhələri qalır. Orada bu söz yazılıb. Bu İslamdan öncə. Eramızdan əvvəl 1700, səhv eləmirəmsə 50-ci illərdir. Səhv eləmirəmsə, yəni ildə yanıla bilərəm. Orada da yazılıb. Ey Tanrım, səndən başqa Tanrı yoxdur. Yəni bizdəki la ilahə illəllah sözünü görün neçə min il, eramızdan əvvəl neçə min il əvvələ gedib çıxır da bu söz. İbrahim Peyğəmbərin, tutaq ki, məsələn, Yahove ilə görüşü, bu tamamilə siyasi bir məsələdir, tarixi bir məsələdir. İbrahim Peyğəmbər, o Karen Armstrongun yazdığı Tanrının tarixi kitabını oxuyanlar bunu bilirlər. İbrahim Peyğəmbər o dövrdə Assuriyada Yahudilər
köçəri həyat yaşayırdılar. 14-dür yoxsa neçə qəbilədir. Köçəri həyat yaşayırlar və bunların kişiləri pul qazanmaqdan ötürü Assuriya ordusunda muzlu döyüşçülük eləyirlər. İbrahim bu döyüşçülərdən biridir. Və orada Assuriyanın belə bir şərti var ki, kim qəhrəmanlıq göstərsə, Assuriya dövləti o əskərə, o muzlu əskərə həm rütbə verir, həm torpaq sahəsi verir. Yəni mülk əldə edə bilir Assuriya dövlətinin ərazisində. İbrahim peyğəmbər də belə döyüşkən bir adam olub, Karen Armstrongun yazdığına görə. Və bu adama rütbə veriblər, bizim indiki hərbi iyerarxiya ilə desək, polkovnik rütbəsi. Və mülk veriblər. Və İbrahim peyğəmbər artıq yəni o mülkə sahibi olandan sonra, özünün işçiləri olandan sonra, özünün belə deyək də döyüşçüləri, mühafizəçiləri olandan sonra bu artıq o qəbilələrin, Yəhudi qəbilələrinin rəhbərlərini yığır, deyir ki, biz niyə görə gedib Assuriya dövləti uğrunda ölməliyik? Biz elə özümüz də bir dövlət yarada bilərik də. Və necə yarada bilərsən? O dövrün insanın necə manipulyasiya eləmək olar? Yəni siz ona desəz ki, tutaq ki, mən belə bir qayda qanun qoyuram. O insanlar qədim insanlardır. Onlar kitab oxumayıblar, onlar universitet oxumayıblar, etika qaydalarına xəbərləri yox. Onlar deyəcəklər ki, siz də insansınız, mən də insanam. Mən xeyir ola sənin qoyduğun qayda qanuna riayət eləməliyəm. Hətta Hammurapi İbrahim peyğəmbərin dövründə yaşamış, Babil təxminən, hətta bəzi mənbələrdə deyirlər ki, elə İbrahim peyğəmbər Hammurapinin özüdür. Belə bir informasiya da var. Elmi araşdırmalarda keçir bu. Hammurapi belə bir kral idi, Babil kralı idi. O belə o məşhur qanunları var, Hammurapi qanunları. Onu yazanda onun əvvəlinə yazır ki, bu qanunları mənə Tanrı deyir. Tanrı, yəni insanı inandırmaqdan ötürü insanın fövqündə olan bir güc anlayışı uydurmaq lazımdır, yaratmaq lazımdır ki, bunu mən demirəm. Çünki mən ikimizin də eyni materialdan ibarətiyik, eyni varlığıq biz. Mən sizin fikirlə razılaşa bilmərəm, amma mən sizin üçün bizim ikimizdən də üstə olan, fövqümüzdə olan bir varlığın adından desəm, siz artıq inanmağa başlayacaqsınız ki, bu özü də ona inanır. Və mənə də deyir ki, mən özüm demirəm o sözləri, o deyir. Ona görə də cəmiyyətin bugünkü 21-ci əsrdə insanların yenə də o 3000 il bundan əvvəl, 4000 il bundan əvvəlki inanclarla yaşaması, bu o deməkdir ki, onun şuuru gəlişmir. Yəni bu günləri cəmiyyətin, xüsusilə məsələn qərb cəmiyyətlərinin böyük bir hissəsi var ki, onlar artıq bu prosesləri, həyatlarında, talelərində baş verən prosesləri elmi metodlarla izah eləyə bilirlər. Və bilirlər ki, tutaq ki, bunun filan yeri ağrıyırsa, bu ağrının səbəbi ödündəki daş ola bilər. Amma bunu bilməyən adam bağlayır Allaha. Məcburdur ki, bunu nəsə bir belə deyək də gözə görünməz bir qüvvəyə bağlasın. Yəni belə çıxır ki, elmin dayandığı yerdə artıq din başlayır. Eləmi? Belə çıxır da. Din deyəndə ki, mədəniyyətin dayandığı yerdə. Çünki bu da mənim fikrim deyil. Adətən mən yazıram, pozuram, oxucularımızın böyük əksəriyyəti elə bilir ki, mən bu sözləri özümdən uydururam. Bax, Arnold Toynbee var, İngilis tarixçisidir, məşhur, onun bir kitabı var. Oxumaq istəyənlər türkcə, rusca axtarıb tapıb oxuya bilərlər. Sivilizasiya mühakimə olunur deyə bir kitabı var. O kitabda yazır ki, peyğəmbərlər, Toynbee'nin sözüdür bu, mənim sözüm deyil. Deyir ki, peyğəmbərlər özlərindən əvvəlki mədəniyyətin övladları idi. Tanrının elçiləri deyildilər. Deyir, Babil mədəniyyəti dağılmağa başladı, ortalığa İbrahim peyğəmbər çıxdı. Sasani Bizans mədəniyyəti dağılmağa başladı, ortalığa Məhəmməd peyğəmbər çıxdı. Yunan-Roma mədəniyyəti dağılmağa başladı, ortalığa İsa peyğəmbər çıxdı. Yəni hardakı mədəniyyət axsamağa başlayır, hardakı mədəniyyət dağılmağa başlayır, orada mistika o boşluğu doldurur. O Tanrıdan gələn, Tanrı vasitəsilə dünyanı dərk eləmək məsələsi o mədəniyyətin yoxa çıxdığı boşluğu doldurur. Məhrəmlik ayı məsələsinə gəlmək istəyirəm. Bugün də 1500 il öncə baş vermiş olaya münasibətlər, yəni göz qabağındadır da, bilirik necədir. Sənin münasibətini öyrənəcəm və məsələn bir tanıdığımız insanlar var ki, məsələn 7 gün
adamlar yas saxlayırlar ki, imamın 7-si çıxsın və yaxud Aşura günü ələ sabun götürmək olmaz. Bizim məsələn Yəni bu kəndlərdə ələm biz uçurdular. tərəfdə də var. Yəni nə bilim çimmək olmaz və s. Bax, hansı ki o adamlar deyim ki, savadsız adamlar deyil. Adamların elmi də var, biliyi də var, hərəsi bir məzhəb sahibidir. Yəni necə olur ki, mənə maraqlı deyil fikrim. Doğrudan hərdən özüm də belə təcrübələrim ki, yəni insan oxuyub da, biliyi var, savad var, amma hələ də o mistik dönəmdən hələ də qurtula bilmir. Və bunun qurtulmasına gərək varmı? Yoxsa elə buraxaq insanlar o inancla, o sevgi ilə yaşasınlar, davam etsinlər? O cür insanlar ki var ki, məsələn bunların içərisində o dediyiniz oxumuş adamlar ki var ki, onlar oxuyublar, amma bəsirət gözləri açılmayıb. Yəni onların şuuru inkişaf eləməyib. Bunlar sadəcə mexaniki olaraq oxuyublar. Diplom almaq üçün oxuyublar. Bir ixtisasa yiyələnib sabahları 5 manat, 10 manat maaş almaq üçün oxuyublar. Onlar zəkanı gəlişdirmək üçün, dünyaya başqa bir nöqtədən baxmaq üçün oxumayıblar. Belə alimlər, belə həkimlər, belə müəllimlər, Azərbaycanda universitet müəllimləri, orta məktəb müəllimləri, Azərbaycanda xırtdayacaqdır. Diplomu var, ali təhsili var, amma tutaq ki, ələm uçurdan insanla heç bir fərqi yoxdur. Dünya görüşü baxımından heç bir fərqi yoxdur. Amma professordur. Mən düşünürəm ki, bu birbaşa insanın özü ilə bağlıdır. Yəni öz nə məqsədlə oxuyub, hansı məqsədlə oxuyub. Bu adam sadəcə ona görə oxuyub ki, bir yerdə özünə iş tapsın, belə deyək də, gedib daş atmaqdan canını xilas eləmək üçün oxuyub. Bu beynin, zəkasının, fikrin gəlişdirmək üçün oxumayıb. Ona görə də Azərbaycanda intellektual yoxdur. Ziyalı var, nə bilim müəllim var, mən nə bilim həkim var. Hər şey var, amma intellektual yox. Yəni bu qədər inanan insan hamısını cahil adlandırmaq da olmaz axı. Yox, mən demədim cahil. Mən demək istəyirəm ki, yəni ki 1500 ildir, yəni bu inan, bu istək, bu sevgi davam edir. Bunun bir ideoloji tərəfi var. Yəni xalq uşaq kimi bir şeydir. Məsələn bizim bir müddət elə indi də belə ortalıqda belə bir fikir gəzir ki, Azərbaycan televiziyaları belə özlərin şey eləyirlər ki, bəraət qazandırırlar ki, biz intellektual veriliş efirə verəndə cəmaət baxmır. Halbuki dediyim kimi xalq uşaq kimi bir şeydir. Xalqa mütəmadi olaraq nəyi aşılasan, nəyi göstərsən, xalq onu inanca çevirəcək. Xalq onun arxasıca gedəcək. Məsələn biz gecə-gündüz tutaq ki, bir toy müğənnisin xalqa göstəririk və xalqımızın demək olar ki, bütün kəsimlərinin həyatı müğənnilərin həyatına oxşayır. Həkimlərimiz müğənnilər kimi geyinir, müəllimlərimiz müğənnilər kimi geyinir. Hətta belə deyək, bürokratlarımız belə deyək də, o sosial şəbəkələrdə diqqətlə izləyin, bürokratlarımız belə artıq müğənni kultu ki, o informasiya vasitələri, o müğənniliyi ki, bir davranış kultu kimi, cəmiyyətin bir aparıcı zümrəsi kimi ki, təqdim elədi. Cəmiyyət çox rahatlıqla 1 ilin, 2 ilin ərzində onu mənimsəyib özünkiləşdirdi. Yəni bu təbliğata bağlı bir şeydir. Əlbəttə təbliğata bağlıdır və bu məsələ məhz bu məhərrəmliklə bağlı amma məsələ. Amma üzr istəyirəm, Sovet dönəmi bunu təbliğ eləmirdi ya. Düzdür, icazə verirdi ki, hər öz inancına, yəni belə deyim də. Yox, Sovet dövrü yox. Təbliğat yox, amma dövrü baxmayaraq ki, təbliğat yoxdur, yenə insanlar gizlin-gizlin belə. Bu uzun bir məsələdir. Bu 10-cu əsrdən başlamış, yəni İran coğrafiyasında bu şiəlik anlayışıdır. Bu 10-cu əsrdən başlamış bir məsələdir və bu şiəlik anlayışı elə belə havadan, sudan, belə deyək, peyğəmbər övladlarına məhəbbətdən yaranmış bir məsələ deyil. Bu tamamilə siyasi ideoloji məsələdir. 651-ci ildə ərəblər gəldilər, Sasani imperiyasını darmadağın elədilər. Amma Sasanilərin qurduğu infrastruktur və onlar gəldilər, gördülər ki, Sasanilər dövlətində, o əsas şəhərlərdə necə böyük kitabxanalar var, xəstəxana var. İslamdan 2 əsr əvvəl 4-cü əsrdə Qondi Şapur şəhərində, İran coğrafiyasında Qondi Şapur Universiteti var. Yunan müəllimləri burada, Romadan qaçmış Yunan müəllimləri burada farslara dərs deyir. Yəni gəldilər, gördülər ki, nəhəng, zəngin bir mədəniyyət var və zəngin də bir bürokratik sistem var. O bürokratik sistemi də dağıtmadılar. O mədəniyyəti də sürətlə ərəb dilinə tərcümə elədilər. Məsələn, indi biz deyirik, Nizami Gəncəvi niyə farsça yazıb, niyə türk dilində yazmayıb falan. Çünki
ərəblər İran coğrafiyasını istila eləyəndən sonra o bürokratik sistemi dağıtmamışdılar. Aha. Bütün dövlət yazışmaları fars dilində idi. Yəni Pəhləvi dilində o dövrün. Pəhləvi dilində, bəli. O dövrün o yazı sənədləşdirmələr falanlar hamısı o dildə saxlanılmışdı. Və bunlar nə etdilər? Bunlar o Mənsur Həllac kimi, ondan sonrasında nə bilim İbn Cüneyd kimi, İbn Ata kimi çoxdur da 10-cu əsrə Şiyə yüzili deyilir. İslam tarixində 10-cu əsrin adı Şiyə yüzilidir. Və bunlar İslamı artıq gördülər ki, fiziki gücləri yoxdur, hərbi gücləri yoxdur İslama qarşı çıxmağa. Bunlar İslamı başladılar assimilyasiya eləməyə, mədəniyyətin içində əritməyə və şiyyəlik modeli ilə Ərəbistandan gəlmiş İslamı İran İslamına çevirdilər. Bundan ötürü idi bütün bu proseslər və o xalq kütlələrin Səfəvilərdə artıq bu şiyyəlik dövlət şeyi qazandı, statusu qazandı. O vaxta qədər bu fəlsəfi, düzdür. Bu vehilər var idi, cürbəcür şiyə təriqə, qərmətlər var idi. Bu din tarixçiləri bu təriqətlərin adlarını daha yaxşı bilirlər. Bu təriqətlər vardı, şiyə təriqəti. Məsələn, qərmətlər çox radikal şiyə təriqətləri idilər. Bunlar 300 illik bir dövlət də qurdular orada. Səhv eləmirəmsə, paytaxtı Bəsrə şəhəri idi. Bunlar getdilər Kəbəni, Məkkəni işğal elədilər. Qaradaşı 20 il Kəbədən oğurladılar. Bu tarixdən xəbəri olmayan adamla, bu proseslərdən xəbəri olmayan adamla bizim işimiz yoxdur. O səmimi şəkildə inansın. Öz Allahına inansın, öz imamına inansın. Ondan heç kimin işi yoxdur. Söhbət bu tarixi bilib, öz gəliri, öz mənfəəti, öz belə deyək, imici naminə cəmiyyəti manipulyasiya edən o savadlı adamlardan gedir. Ki onlar bilirlər bu tarixi. Onlar bilirlər ki, tutaq ki, Bağdad, bu vehilər Bağdadı getdilər, xəlifəni taxtdan düşürtdülər, əsir elədilər, oturdular Bağdadda şiyələr. Dövlət qurmaq istəyirdilər. Yəni, bu hakimiyyət savaşı idi. Bunlar dövləti İranda, dövləti Abbasilərin əlindən almaq istəyirdilər. Aldılar da. Bu vehilər getdilər, Bağdadı işğal elədilər, aldılar da. Sonra yenə də Səlcuqlar getdi, onları qovdular, xəlifəni təzədən Ərəb Abbasilərin şeyində varisin taxta çıxartdılar. Yəni bu qırğın qiyamatın hamısı onun üstündə idi ki, taxta kim çıxacaq? İranda bir Fars yönümlü, Sasani yönümlü o mədəniyyəti davam elətdirən bir hakimiyyət qurulsun. Səfəvilər bu hakimiyyət idi. Yəni 10-cu əsrdə başlamış proses gəldi 1502-ci il idi, yoxsa 1501-ci ildə artıq özünün məntiqi nəticəsinə çatdı. Yəni Səfəvilər şiəliyi bir dövlət ideologiyası kimi qəbul eləmiş ilk dövlət oldular. Və ondan sonra mənim üçün burada maraqlı bu proses deyil. Yəni mənə maraqlı olan, bunu din tarixçiləri getsinlər, araşdırsınlar, inancılı adamlar getsinlər. Mənə bu maraqlıdır. Mənə maraqlı olan odur ki, biz bu Hüseyn İmam, 12 İmam İnstitutudur da, bunun üzərindədir bu. Bundan sonra İran coğrafiyasında mədəniyyətin vəziyyəti necə oldu? Yəni o Sasanilərin ki dövründə bir mədəniyyət var idi. Hər şəhərdə kitabxanalar, xəstəxanalar falan bəs məkan. Bax o mədəniyyət ki var idi orada. Bu şeydən sonra, bu 12 İmam İnstitutundan sonra İran coğrafiyasında hansı mədəniyyət yarandı? Yəni biz bunu tamam inanaq, qoruyaq, saxlayaq. Amma biz bunu mədəniyyət hadisəsinə çevirə bilmirik axı. Yəni hər bir məqamda bu bizim qarşımıza mədəniyyətin belə deyək, əleyhdarı kimi çıxır. Yəni roman yazana müdaxilə olunur, nə bilim elmi araşdırma aparana müdaxilə olunur, nə bilim təhdid olunur, nə bilim aşağılanır, təhqir olunur. Yəni biz bunu ki bax 500 il, 1500, bu da 2000. Düzdürmü? Təxminən 500 ildir də. Bax bu 500 il ərzində İran coğrafiyasında hansı mədəniyyət yaranıb? Nə yaratmışıq biz? Ortada bir şey. Ya söhbət məni maraqlandıran, məni qayğılandıran bu. Elm yoxdur. Bu coğrafiyadan demək olar ki, artıq təkcə bu coğrafiyadan yox. İstisna o da gedib Avropada oxumuş bir neçə İslam alimin
Pakistanda, sonra Türkiyədə belə bir-iki alimi çıxmaq şərti ilə 400 ildir İslam dünyası dünyaya, bəşəriyyətə heç bir yeni ideya vermir. Nə elmi ideya, nə bir sənət cərəyanı, nə bir fəlsəfi axın, cərəyan, düşüncə istiqamət. 500 ildir, 400 ildir heç nə yoxdur. Ancaq istehlak edirik. O da istehlak eləyəndə də bizə deyirlər ki, şeydir. Siz Qərbin belə deyək də, nökərlərisiniz, siz Qərbin nə bilim nələrisiniz falandır. Biz bu kefimizdən özümüzdə yaratırıq. Özümüz üçün, məsələn tutaq ki, müasir cəmiyyətimiz, bax, boşanmalardan hamı danışır. Nə bilim cəmiyyətdəki bu əxlaqsız görüntülərdən hamı danışır. Amma bunun sosioloji bir izahı yoxdur bizim cəmiyyətdə. Amma bunun sosioloji izahı müasir Alman fəlsəfəsində var axı. Biz niyə onu gətirməyək bura? Məsələn, mən son 1 ildir, 2 ildir Bönçül xan deyə bir filosofun fikirlərini paylaşıram. Öz sosial şəbəkələrimdə, çıxışlarımda. Adam Cənubi Koreyalıdır, amma Alman filosofudur da, Almaniyada yazıb yaradır. Bugün bütün dünyadakı bu gedən bu sekulyarlaşmanın, sekulyar dəyərlərin ki, alətə çevrilib artıq neoliberal bazar tərəfindən, kapitalizm tərəfindən bugün bax bu istehlakçı cəmiyyətin, istehlakçı kütlələrə artıq biz xalq da deyilik, biz kütləyik. İstehlakçı kütlə deyirlər bizə. Xalq da demirlər artıq bizə. Yəni bu istehlakçı kütlənin həyat şərtləri ki var. Bax o Bönçül xan onların hamısını özünün kitablarında belə deyək də izah eləyir. O problemləri göstərir, izah eləyir. Axı sənin ölkəndə, sənin qitəndə bunu izah eləyə biləcək ağıllı bir adam yoxdur axı. Sənə məsələn bir dənə sual verən kimi sən deyirsən ki, Quran ayəsində elə yazılmayıb, belə yazılıb. A kişi, neoliberal kapitalizm dövrünü 1400 il bundan əvvəlki şəriət qaydaları ilə izah eləmək mümkün deyil. Süni zəka dövrüdür. Süni zəka dövründə. Ondan sonra, hə də yəni siz, yəni dəvədən başqa heç bir şey olmayan insan indi əlinin altında 5 dənə süni zəka proqramı var. Yəni alternativ yaradılmayıb. Əlbəttə ki, yəni biz alternativ yoxdur. Bugün Qurana alternativ inanc baxım, inanclı məsələ. Bəs bizim cəmiyyətdə alternativ məsələn sosiologiyanın Azərbaycanda ümumiyyətlə İslam dünyasında sosiologiya elminin inkişaf etməməsinin səbəbi xalqın, cəmiyyətin öz problemlərinə dində izah axtarmasıdır. Və o dində izah axtardığımıza görə cəmiyyət yenilənir. Cəmiyyətin həyat şərtləri yenilənir, cəmiyyətin düşüncəsi yenilənir. Amma yenə də orada axtarırıq. Amma siz gedirsiniz məsələn 1400 il bundan əvvəl o dövrün insanı üçün yaradılmış o qayda qanunlar ki, o şəriət, yəni elə bil ki, bizim dövrün konstitusiyasıdır. O dövrün insanı üçün. Məsələn, deyirlər ki, şeydir, Allah buyurdu ki, donuz əti yemək olmaz. Bunun sosiologiyasına gərək baxaq ki, donuz əti niyə görə yeyilməyib? Yəni, bunu niyə qadağan eləyiblər? Bu köçəri tayfalardır. Yahudilər, türklər, ərəblər. Donuz heyvan olaraq uzaq məsafələrə aparılması qeyri-mümkündür. Yolda ölür, hər yeri mikrop basır, bakteriya basır. Və donuzu, məsələn, tutaq ki, bizim indi, məsəl üçün deyək də, biz ikimiz köçəriyik və bizim donuz sürümüz var. O donuz sürüsün otlaqları dəyişirdilər də, bilirsiniz də, o köçərilər bu otlaqdan artıq tükəndi, köçürdülər başqa bir otlağa. Bəzən 1000 kilometr məsafə qət edirdilər. Donuz gedə bilmirdi. Donuz o 1000 kilometr yolu gedə bilmirdi. Bunlar bu insanları iqtisadi dayanıqlılığı qorumaqdan ötürü bu düşüncəli adamlar dedilər ki, bunu da yenə Allahın adından dedilər. Çünki donuz çox bala doğur, donuz çox ət verir, insanı ondan çəkindirmək, gəlirli sahədir donuzçuluq. İnsanı ondan çəkindirməkdən ötürü mütləq onu bir fövqəl gücün adından deyilməlidir. Çünki bu adam elə bilir ki, biz ömrü boyu burada yaşayacağıq, donuz saxlayır. Sabahları köçəndə bu donuz köçü mane olur. Yəni Quranda var da donuz əti günahdır yemək. Şeydə də var, Tövratda da var. Tövratda da var. Belə çıxır ki, Allahın adından insanlara bu. Əlbəttə. Onun tamamilə donuz əti yeməməyin qadağan olunması tamamilə köçərliyin iqtisadi dayanıqlılığını qorumaqdan ötürüdür. Donuzu uzaq, türklər də məsələn donuz əti yeməyiblər, amma donuz da saxlamayıblar. Niyə görə? Çünki köçəri olublar, donuzu 500 kilometr, 1000 kilometr uzağa apara bilmirsin. Donuzun
balaca bir şeyi var. Aydındır. Yəni bu Belə deyək də, mühiti var. danışıqlardan belə çıxır ki, Quran Allah adından insanlara təqdim olunan yəni yazı O dövrün, yəni əlbəttə, bəs o dövrün. yazı Məsələn, vasitəsidir, kitabdır. Yəni belə deyək də, Allah adından. bəli, o dövrün insanın, məsələn, biz necə deyim, o Hammurapi öz qanunların Məhəmməd peyğəmbərdən də əvvəl, İsa peyğəmbərdən də əvvəl, İbrahimdən də əvvəl, düzdür, baxmayaraq ki, təxminən eyni dövrdə yaşayıblar. O belə öz qanunların Allahın diktə elədiyi ilə yazır. Yəni o dövrün insanın başqa cür islah eləmək, başqa cür inandırmaq, əhliləşdirmək mümkün deyil. Şimdi belə danışırsan son sual. Yəni bu dindarların, bu Quran əhlinin, yəni inanclı insanların sənə qarşı zaten görürəm ki, sənə qarşı çıxırlar. Mən sosial mediada izləyirəm səni, hətta söyüşlə də belə, təhqirlə də belə. Yəni xüsusən də Allahla bağlı, Quranla bağlı, dinimizlə bağlı fikirləri belə səsləndirməyin səni hardasa çəkindirmir ki, çünki dindarların sənə qarşı münasibətini görürəm. Yox, mən məsələn yaxşı olmayan münasibət. Əlbəttə bu tarixin bütün dövrlərində belə olub. Mənim borcum odur ki, öz mədəniyyətimi, öz belə deyək də, səviyyəmi qoruyub saxlamaq. Amma burada mənim bu dediklərimin bir əsası var. Bir yox, yüzlərlə əsası var. Məsələn, tutaq ki, biz deyirik ki, Quran və yaxud Tövrat və yaxud İncil Allahın sözüdür. Allah kəlamıdır. Quranın dünyanın yaranışı ilə bağlı, insanın yaranışı ilə bağlı surələri, ayələri var. Tamam, bu Allah kəlməsidir. Allah elçisinə deyir ki, mən dünyanı belə yaratdım, mən insanı belə yaratdım, mən kainatı belə yaratdım, göyləri belə yaratdım, yeri belə yaratdım. Bunu qəbul edirik. Amma orada Allahın adından deyilən xeyli məişət söz-söhbətləri var. Bu kimi sözləridir. Yəni Allah belə şey buyurmur. Yəni o mən kitabı oxuyanları deyirəm də. Məsələn, tutaq ki, orada belə deyək də, ərəb tayfalarının bəziləri inanıblar, bəziləri inanmayıblar falan. Hətta adlar çəkilir orada. Yəni tamam kainatın yaranması haqqında, insanın yaranması haqqında, dünyanın yaranması, neçə günə yaranması, necə yaranması, tamam bunlar hamısı Allahın sözləridir. Bəs oradakı o məişət söz-söhbətləri var. Onlar şeydir, belə deyək, kimin sözləridir? İkincisi deyərkən, qadın kişi münasibətlərini orada məsələn tutaq ki, Əbu Ləhəbdir, nədir falan, onun əlləri qurusun. Allah niyə onun əlləri qurudur? Allahın Əbu Ləhəblə nə problemi var ki? Yəni o ikincisi, Quranın qrammatikası. Məsələn, xristian keşişləri ən çox belə deyək də, Quranında tutduqları şey, belə deyək, Allah kəlamı olmadığına aid iddiaları budur ki, Quranın qrammatikası Allah kəlamı olduğunu belə deyək, yalanlayır. Niyə görə? Çünki Quranda Allahın özünün özünə dua elədiyi ayələr var. 500 ildir, 400 ildir istənilən inanclı adam axtarıb tapa bilər. Quranın qrammatikası ilə bağlı xristian din alimlərinin tənqidləri var ki, necə olur ki, Allah özü özünə ey rəhimli Allah, ey böyük Allah deyə Quranda müraciət edir. Necə Allah öz-özünə niyə müraciət edir? Niyə xitab edir? Yəni bu Allah bizə xitab eləməlidir də, yerdəkilərə xitab eləməlidir. Özü özünə niyə xitab edir? Bu məsələni din alimləri ilə danışmısan, heç araşdırmısan bu məsələləri? Onların belə deyək də, bütün hallarda onlar subyektiv, irrasional tərəflərə üst tuturlar. Yəni dəlillər gətirirlərmi? Dəlillər gətirirlərmi, sübutlar gətirirlərmi ki, bax sənin qoyduğun argumentlərə? Öz belə deyək də, mövqeylərinə xidmət edir. Obyektiv dəlillər deyil. Yəni və bunu mənə dəlil gətirmək lazım deyil. Bunu xristian din alimlərinə dəlil gətirmək lazımdır. Yəni çıxıb onların qabağına bir kitab yazıb qoymaq lazımdır ki, Quranın qrammatikası niyə belədir? Aydındır. Əksinə suallarım çox idi və mən çox istəyirəm ki, bizim bu danışığımız çox baxılsın. Sənin mən müsahibələrini çox izlədim və baxıram ki, 1000 nəfərdən artıq demək olar ki, 1000, bəlkə də 1500 maksimum bu qədər idi izləyici. Və baxıram ki, məsələn, sənin danışıqların ölkə üzrə belə çıxır ki, 1000 nəfərə maraqlıdır. Bu, bilmirəm, az rəqəmdir, çox rəqəmdir.
orta rəqəmdir deyə bilmərəm. Amma bütün hallarda çox istəyirəm ki, bizim söhbətimiz çox baxılsın. Çünki hesab edirəm ki, danışıqlarının çoxunda həqiqət var. Yəni mən izləyici kimi deyirəm, tamaşaçı kimi deyirəm və hər halda sən fikirlərini insanlara bəzi filosoflar kimi sırmağa çalışmırsan. Mənim xoşuma gələn odur ki, sadəcə fikirlərini status formasında, yazı formasında yazırsan, oxuyan oxusun, qəbul edən etsin, etməyən də özü bilər, öz inancına davam eləsin. Yəni bu, amma görünən odur ki, çox az səni izləyən, çox az yəni fikirlərinə şərik olan kəslər var. Yəni əgər 1000-2000 arasıdırsa, bu mənə görə az göstəricidir. Əslində, amma bizim ümumi cəmiyyətimizə görə bu çox yüksək göstərici. Hə. Yəni sizə görə, mənə görə az görsənə bilər. O 1000 nəfər az görsənə bilər. Amma cəmiyyətimizin ümumi vəziyyətinə görə bu həddindən artıq yüksək göstərici. Görə bizim verilişə nə qədər insan izləyəcək. İnşallah. Təşəkkür edirəm Akşin. Uğurlar arzu edirəm sizə. Çox sağ olun. Qonağım yazar Akşin Yenisi idi. Əslində çox suallarım var idi. Yazıçılar Birliyi ilə bağlı suallarım var idi. Feminizmdən, kommunizmdən, sosializmdən, qadınlarla bağlı. Maşallah Akşin o qədər danışdım. Mən də belə çox belə maraqla dinlədim, qulaq asdım. Görüşəcəyik və düşünürəm ki, qismət olarsa yenə də Akşinlə növbəti aylarda bir daha görüşümüz baş tuta bilər, vaxtı olarsa. Təşəkkür edirəm. Rövşən Ağasəf qızı sizinlə bir yerdəydi. Salamat qalın.